Yeni yasamalda təcili olaraq 2 otaqlı 88 kvadratlıq mənzil çox ucuz qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Böyük Bravonun yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində. Ümumi sahəsi 88 kvadrat olan 2 otaqlı, tam təmirli və bununla bərabər isitmə sistemi kombi olan bir mənzildir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da məlumatınız olsun. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Böyük Bravonun yaxınlığında yeni inşa olmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində. Ümumi sahəsi 88 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı olaraq mənzil satışa çıxarılıbdır. Mənzilin sənədi müvəqqəti olaraq müqavilədir. Çox yaxın vaxtlarda kupça verilməsi də gözlənilir. Bu mənzilin qiyməti 135 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Əvvəldə də bildirdiyim kimi, binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.